Qrip deyincə bəzən hamilələr qorxmur. Lakin inflyuenza deyincə hamilələr qorxur. Bəs nə vaxt biz daha çox narahat olmalıyıq? Əgər qrip zamanı hərarət qalxırsa, yəni temperatura qalxırsa, ağciyərlərdə ağrı olursa, qasıq nahiyələrində ağrı olursa, quru öskürək də bunu müşayiət edirsə, bəli, bu çox qorxulu bir haldır. Çünki temperatura tək ana yox, döl üçündə çox ciddi problemlər yarada bilər. Bəzi yalançı informasiyalar parasetamol kimi tabletlərin gələcəkdə doğulacaq uşaqlarda autizm xəstəliyi yaradacaq deyə hamilələrin çoxusu bu dərmanı içməkdən də imtina edir. Lakin əsla belə deyil. Temperatura varsa, yəni hərarət qalxdıqca sizi həm körpənizə, həm də özünüzə çox ciddi fəsadlar yarada bilər. Dərhal parasetamol 6 saatdan bir 500 mg içməyiniz məsləhətdir. Əlbəttə bununla yanaşı bol maye, bal, cökə çayı və yaxud da çoban yastığı dəmləməsindən də istifadə edə bilərsiniz. Əziz hamilələr, temperaturanız 3 gündən çox müddətdə düşmürsə, ağrılar daha da artırsa, quru öskürək daha da şiddətlənirsə, o zaman evdə oturmaq məsləhət deyil. Mütləq qaydada mütəxəssisə müraciət etməyiniz məsləhətdir.